Okay, hi. We're going to be interviewing two of our gold medal winners from Azerbaijan from yesterday. We've got Ilyan Hajiev, under 73 winner, and we've got Vuzel Galandazadze, yes, under 81s. We've also got a translator. Do speak some English, so if you do feel that you want to reply in English, that would be great. But we're gonna stay with Alyan first. We're going to ask him a few questions. So Alyan Hajiev, you were coming in here really strong. Yes, you've already had a few results at junior Europeans, but no medals. So it was your first time you've won a medal. Also, you've got two thirds at Junior World Championships. But at the World Junior Championships, you lost to Erigba of France. How did you feel coming into this competition? Bura gələndə ən birinci məqsədim elə çempionluq idi. Dünya çempionluğunda elədiyim səhv eləmək istəmirdim. Elə dünya çempionluğundan sonra da Bakıda ancaq onun üstündə işlədim ki, Avropanın çempion olmaq olsun məqsədim. Dünya çempionluğunda da yəni məqsədim çempion olmaq idi, amma ki alınmadı da bəzi səhvlər oldu, boşluqlar oldu. Medal belə 3-ə çıxdım. Getdim Bakıda, yəni məşq elədim, səhvlərimin üstündə işlədim. Avropa çempionatına yaxşı hazırlaşmışdım. Allah şükür ki, Avropa çempionu oldum. Elcan said I came here directly to being a champion. This is what my main goal. The only thing what I'm thinking about. After the World Championships, also World Championships main goal was being champion, but after the World Championships there were some mistakes. I work on it. I make a homework for, let's say, and we came here just to don't do these mistakes again. I know that in the chair you have Elkin Mammadov, who is a former world champion. What does it mean to you to have him in the coaching chair to support you? Boksta müəllim dururdu, sən müəllimlik eləyirdi. Sən üçün nə deməkdir? Dünya çempionu orada oturub sənə. Mənim üçün çox böyük motivasiya idi. Yəni İlham müəllimin orada mənə dəstək olmağı, yəni mənə çox inanırdı. Mən də şükür Allah ki, onun güvənliyini başa çıxartmadım. Çempion oldum və nəinki İlham müəllim, Elnur Məmmədli Olimpiya çempionu, o da yəni bizim yarışımıza baxmağa gəlmişdi, yəni bizə inanırdı. Allah şükür ki, yəni çempion oldum. This is a big motivation for me to lead by the world champion Elham Məmmədov, the legend. Also, not only Elham Məmmədov, the Olympic champion Elnur Məmmədli came here for us, for support us. Elham Məmmədli really believe in me, so thanks God I pay off his beliefs. Now everything ends happy. I know that in your country as well you have Syed Moleh, who is a former world champion and an Olympic medalist. What does it mean to have such a strong athlete in your team? Syed Moleh var deyirlər, 81, Olimpiyada yer verən dünya çempionu. Sənin üçün nə deməkdir bu elə bir güclü atletin bizim ölkəmiz adına çıxış etmək? Yaxşıdır, yəni mən sevinirəm ki, rəqabət var. Bizim aramızda rəqabət yaxşı şeydir. O rəqabət varsa demək artım da olacaq inşallah. Mən özümə çox güvənirəm. Böyüklərdə yaxşı görüşəcəm inşallah. Yəni medallar verəcəm. Özümə çox inanıram ki, onu da qabaqlayacağam. Yəni sözlərdə yox, inşallah görəcəksiniz hamınız. Yəni He's really good. I'm happy that we have in our country such a strong opponent. Strong opponent means development for both of us. So I hope in near future I will go in front of him. But I don't want to talk only. I want to show everything on the tummy. Excellent, excellent. Okay, I think we might be able to get some video footage. Yes, yeah, 81s. They're looking for it now. Okay. Here we go. Yeah. In the final contest, in fact, all throughout today, he looks really strong, very patient, and has a real feel to make his opponents unbalance.
Çox finalda çox güclü görsənirdi. Həm də çox səbirli şəkildə çıxış edirdi. Yəni görsənirdi ki, balansdan çıxardacaqsa rəqibini. Yəni mən bu rəqibimlə hardasa 2 dəfə də bundan qabaq görüşmüşdüm. Portuqaliyada Avropa Kubokunda 2021-ci ildə. Onda 3-cü yer üçün gənə yarı finalda məğlub olmuşdum. 3-cü yer üçün ona elə həmin fəndlə qalib gəldim. Ondan sonra dünya çempionatında qrupdan çıxış yenə həmin fəndlə qalib gəldim. Yəni uzaqdan güləşə bilməzdim ondan. O uzaqdan yaxşı idisə, mən də yaxından yaxşı idim. Mən onu qabaqladım, yaxından güləşməyə öz fəndimi atdım. I already fought with him 2 times. One time in Europa Cup for the fight for bronze. I won him with the same technique. Also, I fight with him against in the World Championships. Also, the same technique. He's a very good when he fights in distance. So I knew that the easiest way to win against him is to keep close him. So I did my job in advance. So I keep close and the plan is good. Brilliant. Okay, we're going to move on to Vusal, and you had a perfect day yesterday. Only 18 years old, and you've got 2 Junior European Cup medals, so you weren't one of the favourites coming in. What were your expectations of the day? Dünən Vüsal çox möhtəşəm çıxış elədi. 18 yaşı olmaya baxmayaraq çempion oldun və 2 dənə gənclər kubokunda yerin var idi. Bu gözləntin nə idi? Yəni gözləntim elə çempion olmaq idi. Şükür olsun çempion oldum. Məşqlərimizin nəticəsi öz sözümüzü dedik. Şükür Allah. My expectation was to being champions. So my practice trainings at the end it pays off. So in the end give the result. And just to get a little bit of a background of how you started judo, how old was he, and Keçmişə qədər judoya necə başladı, hansı şəraitdə başladı, kimlə başladı? Judoya 8 yaşında başlamışam. Öz şəxsi müəllim Rəşad Həsənovun yanında başlamışam məşqə. Yəni fikirləşmirdim də, yəni az yaşım olmuşdu, elə böyüdükcə elə qanmağa başladıq da, yəni məşq eləməyə başladıq. Bitirdin? Bitirdin mi sonra? Danışın. Şükür olsun, 2020-də də Respublika çempionu oldum. 2010'da? 2020-ci ildə Respublika çempionu oldum. Ondan sonra başladım nəticə verməyə. Kuboklar, sonra keçən kuboklara getmişdim. Bu ildə. Kuboklarda 2 dəfə 2-yə çıxdım. Dünya çempionatına getdik. Dünya çempionatında məğlub oldum, amma gəldim burada çempion oldum. I started judo from 8 years old with my personal coach Rishad Hasanov, who's the current coach of Poland now. In 2012, I became the Republic champion. After the Republic champion, I started to do it really good. Also, I participate 2 European Cups. In World Champions, I lose. But for the European Champions, since everything ends good for me, so I became the champion. Well, it really looks like Azerbaijan has prepared really well for this championships. Do you have any expectations for today? Some of their teammates, who do you think is going to come through on the podium? To both of them. Uşaqlar, görsənir ki, Azərbaycan bu yarışa çox güclü hazırlaşıbdı. Bugünkülərdən, bir də komandadan gözləntiləriniz nədir? İnşallah bu günlərimdə Vüqar Talıbov çempion olacaq, ona çox inanıram. Və Ruslan Nəsirli, Kənan Nəsibov. Yəni onlara da çox inanıram. Nəinki bu günlərin fərdi yarışlar, inşallah sabahlarım da komanda şəklində çox yaxşı güləşəcəyik. Özümüzə inanırıq, çempion olmaqda məqsədimiz. Elcan said, I hope today Vüqar Talıbov became the champion. I really believe in him. Also for Kenan and for Ruslan, I also believe to them. They need to show a good performance today. Just hope everything will happen good.
And what's next for you? I know you mentioned earlier on that you were looking forward to some Grand Slams, trying to win some Grand Slams. Bundan sonraki məqsəd nədir? Grand Slamda iştirak eləmək istəyirsən, udmaq istəyirsən? Əlbəttə ki, yəni Grand Slamlar mənim üçün xal yığmaq üçündür. İstəyirəm Grand Slamlarım çox olacaq yəqin ki, inşallah. Abu Dhabi Grand Slam olacaq, Bakı Grand Slam olacaq yəqin ki. Əsas məqsəd Olimpiadadır, 2024 Paris Olimpiadası. Böyük rəqabət olacaq. Seyid Molla ilə mənim aramda. İnşallah ki, qalib mən olaram. Olimpiadada, yəni əsas məqsəd Olimpiadadır. Of course, Grand Slam is a good chance to count points. So the biggest goal is the 2024 Olympic Games. It will be a big competition between me and Seyit Mollaei, and I hope and I will try to be in front to go to the Olympic And Games. what about Usul? So sen ne fikirləşirsən? Nə bağlıdır? About what? About what's his plans for the future, for the near future. Yaxın gələcəkdə bu məqsədin nədir? Planın Hələ nədir? ki 2 ilim var da. Hələ ki Gənclərdə 2 ilim var. İnşallah gələn Avropa, dünya öz sözümü deyəcəm. Yəni I have 2 years in juniors left, so I hope in the next years in European Championships, in World Championships, I will show good performance to say my word. Well, thank you very much. It's been fantastic to talk to you both, and I wish you all the luck for your future. Çox sağ olun Mümkün günəm. Mütəşəm idi sizinlə danışıq aparmaq. Hamımıza yaxın gələcəkdə uğurlar arzu edirəm. Thank you very much. Thank you.